Rusiyaya bağlı Dağıstan Respublikasının paytaxtı Mahaçqalada hündür mərtəbəli binada güclü partlayış baş verib. Bu barədə mətbuatda Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Qeyd edilib ki, güclü partlayışdan sonra binada yanğın başlayıb. Rəsmi xəbərlərə görə partlayışa səbəb mənzillərdən birinə qaz sızmasının olmasıdır. Zərər çəkənlərlə bağlı məlumatlar dəqiqləşdirilir. Şəhər meriyası bildirib ki, bu hündür mərtəbəli bina istifadəyə verilməsə də bir çox insan artıq binada yaşamağa başlayıb. Dağıstanın Səhiyyə Nazirliyinin məlumatına görə 2 nəfər xəsarət alıb, bir qadının vəziyyəti ağırdır. Кошмар какой, смотри. Да. А других людей, да? Если взрывной волны повыбивалось все, конечно. Последствия. Все машины пострадали. Дома, смотрите, все повыбивало. Очень сильный удар, взрыв был, вплоть до самого верхнего этажа.